Bismillah. Sözünün ağası olan 5 bürc. Bəzi insanlar verdikləri vədi yerinə yetirməyə xüsusi önəm verirlər. Astrologiyada da etibarlılığı və məsuliyyət hissi ilə seçilən bürclərdən tez-tez bəhs olunur. Onlar həm yaxınlarının, həm də dostlarının etimadını qazanmağı bacarırlar. Buğa bürcü etibarlı və sabit xarakteri ilə tanınır. Onlar asanlıqla söz verməsələr də verdikləri vədi yerinə yetirməyə çalışırlar. Yarımçıq iş görməyi sevmirlər. Buna görə də ətrafındakılar onlara güvənirlər. Oğlaq bürcü məsuliyyəti hissi güclü olan bürclərdəndir. Onlar dedikləri sözə ciddi yanaşır və öhdəliklərdən qaçmırlar. İşlərində və şəxsi münasibətlərində etibarlı tərəfdaş hesab olunurlar. Bu xüsusiyyətləri onlara hörmət qazandırır. Qız bürcü diqqətli və prinsipial insanlardan sayılır. Onlar verdikləri sözün məsuliyyətini hiss edirlər. Hər hansı bir işi sona çatdırmaq üçün əllərindən gələni edirlər. Bu səbəbdən də yaxınları onlara rahatlıqla etibar edə bilir. Xərçəng bürcü sevdiyi insanlara qarşı olduqca sadiq olur. Verdiyi vədləri unutmağı xoşlamır və onları yerinə yetirmək üçün səy göstərir. Duygusal olmalarına baxmayaraq etibarlılıqları ilə seçilirlər. Bu xüsusiyyətləri onların yaxın çevrəsində dəyərlidir. Şir bürcü öz nüfusuna və adına böyük önəm verir. Buna görə də dediyi sözün arxasında dayanmağa çalışır. Etibar qazanmağın çətin, itirməyin isə asan olduğunu yaxşı bilir. Məhz buna görə də əksər hallarda verdiyi sözə sadiq qalır.